Hər kəsə salam. Bugün çox vacib bir mövzuya toxunacağıq. Qış gəlir, soyuqlar başlayır. Bəs biz bədənimizi bu soyuğa qarşı necə polad kimi edə bilərik? Gəlin immunitetimizi təbii yollarla gücləndirməyin sirlərini birlikdə açaq. Yaxşı, gəlin elə hamımızı düşündürən əsas sualdan başlayaq. Niyə? Amma niyə məhz qışda daha tez-tez xəstələnirik? Sanki havalar soyuyan kimi hamımızın başına gəlir bu, elə deyilmi? Bilirsiniz, cavab əslində düşündüyümüzdən daha sadədir. Zəifləmiş immunitet. Amma yaxşı xəbər odur ki, bu heç də çarəsiz bir vəziyyət deyil. Gəlin onu birlikdə addım-addım gücləndirək. Deməli, bugün üçün planımız belədir. Bütün məsləhətləri iki əsas hissəyə ayırmışıq. Birincisi, qidalanma ilə güclənmək, ikincisi isə həyat tərzi ilə qorunmaq. Çox sadə və anlaşılan, elə deyilmi? Gəlin başlayaq. Yaxşı, ilk bölməmiz qidalanma ilə güclənmək, yəni bir növ öz mətbəximizi şəxsi aptekimizə çevirməkdən danışacağıq. Görək bədənimizin ilk müdafiə xəttini necə qura bilərik? Və siyahımızın başında əlbəttə ki, C vitamini gəlir. Ona boş yerə qışın bir nömrəli qalxanı demirlər. Çünki C vitamini bədənimizin infeksiyalara qarşı döyüşən əsgərləri olan ağ qan hüceyrələrinin istehsalını artırır. Yəni, birbaşa ordumuzu gücləndirir. Bəs bu qalxanı necə əldə edə bilərik? Portağal, kivi, limon, narıncı. Bunlar gündəlik dozanız üçün əla seçimlərdir. Və bir mütəxəssis məsləhəti də var. Günə bir stəkan ılıq limonlu su ilə başlamaq. Bu, həm bədəni təmizləyir, həm də immuniteti gücləndirir. Çox sadə, amma çox təsirli bir vərdişdir. İndi isə keçək mətbəximizdəki o kiçik, amma çox güclü silaha. Bəli, söhbət sarımsaqdan gedir. Əsil təbii antibiotik. Yaxşı, bəs sarımsağı bu qədər güclü edən nədir? Sir onun tərkibindəki allisin adlı maddədədir. Maraqlısı odur ki, allisin sarımsağı əzəndə və ya doğrayanda ortaya çıxır. Məhz bu maddə bakteriya və viruslara qarşı amansız bir döyüşçüdür. Bunu gündəlik həyatımıza necə tətbiq edə bilərik? Çox asan. Gecə yatmazdan əvvəl sadəcə bir diş çiy sarımsaq. Bilirəm, dadı biraz kəskin gələ bilər. Bunun da bir həlli var. Onu bir çay qaşığı balla qarışdırın. Həm dadı yaxşılaşır, həm də faydası 2 qat artır. Növbədə isə yəqin ki, hamımızın nənələrimizdən, analarımızdan eşitdiyi o möhtəşəm ikili var. Bal və zəncəfil. Bu iki super qida bir araya gələndə inanılmaz dərəcədə güclü bir qarışım əmələ gətirir. Baxın, bal özü immuniteti gücləndirir, təzə zəncəfil isə boğaz ağrısını götürür, öskürəyi azaldır. Hər səhər bundan sadəcə bir çay qaşığı yemək bədəninizin müdafiə sistemini sanki 10 düyməsinə basıb işə salmaq kimidir. Qidalanma bölməmizin son qəhrəmanları isə yaşıl tərəvəzlərdir. Onları bədənimizin enerji batareyası kimi düşünə bilərsiniz. İspanak, brokoli, çələm, cəfəri, bunların hamısı immunitet üçün əladır. Amma aralarında əsl bir ulduz var, brokoli. Tərkibindəki antioksidantlarla o, sanki bədənimizi zərərli maddələrdən təmizləyən bir süpürgədir. Unutmayın, düzgün qidalanma bu mübarizənin yarısıdır. Beləliklə, mətbəximizdəki apteki qaydasına saldıq. İndi isə keçirik ikinci bölməyə, həyat tərzi ilə qorunmaq, yəni gündəlik vərdişlərimizlə immunitetimizi necə güclü saxlaya bilərik? Gəlin baxaq. İlk vərdiş, D vitaminini unutmamaq. Bilirəm, qışda günəş çox nazlı olur, amma onu əldən vermək olmaz. Çünki günəş şüaları bədənimizdə D vitamini istehsal edir. Bu vitamin isə bizim immun hüceyrələrimizi sanki yuxudan oyadır, aktivləşdirir. Bəs nə qədər günəşlənmək lazımdır? İnanmayacaqsınız, amma cəmi 15 dəqiqə. Bəli, hər gün cəmi 15 dəqiqə təmiz havada, günəş altında olmaq D vitamini səviyyənizdə həqiqətən də böyük fərq yarada bilər. Növbəti məsələ isə çox fundamental bir həqiqətdir. Mənbəmizdə də deyildiyi kimi, yaxşı yatan insan sağlam insan deməkdir. Bu qədər sadə və bu qədər vacib. Bəs niyə bu qədər vacibdir? Baxın, biz yatanda bədənimiz boş dayanmır. O, infeksiyalarla mübarizə aparan xüsusi zulallar, yəni sitekinlər istehsal edir. Yuxusuz qalanda isə bu silah istehsalı dayanır. Məhz buna görə də hər gecə 6-8 saat keyfiyyətli yuxu almaq sadəcə dincəlmək deyil, həm də bədənimizi sabahki döyüşə hazırlamaq deməkdir. Bu qrafik isə vəziyyətin ciddiliyini çox aydın göstərir. Yuxusuzluq xəstələnmə riskini 1-2% yox, tam 2 dəfə artırır. Bəli, sözün əsl mənasında riski 2 qat artırırsınız. Bu, həqiqətən də üzərində düşünməyə dəyər. Və gəldik ən sadə amma çox vaxt unutduğumuz silaha, su. Xüsusilə də soyuq havalarda su içmək ağlımıza gəlmir, amma bu çox böyük bir səhvdir. Çünki su təkcə susuzluğu aradan qaldırmır.
O, bədən üçün bir təmizlik xidməti kimidir. Toksinləri yuyub aparır, hüceyrələri aktiv saxlayır və immun sistemimizin tam gücü ilə işləməsinə kömək edir. Yəni, bədəninizi içərdən təmiz və güclü saxlayır. Və son olaraq, amma ən vaciblərdən biri, zehni vəziyyətimiz. Stres və immunitet bir-birinə birbaşa bağlıdır. Uzun müddət stres keçirəndə bədəndə kortizol adlı stres hormonu artır. Bu hormon isə immun sisteminin fəaliyyətini zəiflədir. Yəni, sakit bir beyin həqiqətən də güclü bir müdafiə sistemi deməkdir. Yaxşı, gəlin bütün danışdıqlarımızı qısa bir xülasə edək. Qış planımız nədən ibarətdir? Təbii qida, keyfiyyətli yuxu, bol su, günəş və hərəkət. Və ən əsası, sakit bir beyin. Gördüyünüz kimi bunlar heç də çətin olmayan, asanlıqla həyatımıza daxil edə biləcəyimiz 5 sadə addımdır. Nəticədə hər şey öz əlimizdədir. Bu qış sağlamlığınızın idarəsi tamamilə sizdədir. Bəs bu sadə, amma güclü addımları atmağa hazırsınızmı? Sağlam qalın.